Salam əzizlərim, bugünkü mövzumuzla isimdir. Kanalıma abunə olmağı unutmayın və bəyən düyməsini basın ki, çoxlu yeni qaydalarla tanış olasınız. Bugünkü mövzumuz isimdir. İsim deməli Azərbaycan dilində olduğu kimi şəxsin adını bildirir. Kim nə sualına cavab verir, hamınız bilirsiniz. İngilis dilində who, what sualına cavab verir. Bilməyənlər də öyrənsin. İsimlər morfoloji quruluşuna görə 3 qrupa bölünür. Simvol, derivativ, compound noun, sadə, mürəkkəb isimlər və düzəltmə isimlər. Sadə isimlər simple noun, bu qrupa aid olan isimlər heç bir prefiks və sufiks qəbul etmir. Yəni olduğu kimi pen, table, desk, room, school, faizə, mazə, sizdə nə isə. Bunlardır. Düzəltmə isimlər derivativ nounsdur. Yəni sufiks və prefiks vasitəsilə düzəldir. Mən yaxınlaşdırıram ki, siz daha yaxından görəsiniz. Deməli, düzəltmə isimlər derivativ nouns, prefiks və sufiksdə düzəldiyi məlum oldu. Və bunları öyrənək ki, yadımızdan çıxmasın. Bəzən test daxilində düşür, ona görə deyirəm ki, bu isimdir, sifətdir. Biləsiniz ki, nə isimdir, fiildir, sifətdir. Bunları şəkillərini öyrənin ki, yadınızda qalsın. Or, məsələn, to, by, sözlərlə öyrənin. Məsələn, or, by, buyer, invent, inventor. Ist, siyasi və ictimai cərəyanlara mənsubiyyəti bildirir. Məsələn, kommunist, fiziks, ist, isim, materializm, ian, məsələn, Russian, feildən mücərrəd anlayışlı isim əmələ gəlir. Məsələn, to marry, evlənmək, biz götürək ki, marriage, nicah, ans, məsələn, importance, vaciblik, difference, müxtəliflik, dom, freedom, azadlıq, hood isimdən yeni isim əmələ gətirir. Məsələn, brotherhood, qardaşlıq, ion, məsələn, action şəkilçisi qoşa s-dən sonra oxunur, ion. Məsələn, dictation, bunları yadınızda saxlayın. Ment feildən isim düzəldir. Nest sifətdən isim düzəldir. Ship isimdən yeni isim yaranır. Məsələn, friend, friendship. Qadın cinsinə mənsubdur. Yəni ki, bu aktris, ian, musician və pressure, təzyiq, sıxılma deməkdir. Bu 15 dənə şəkilçini öyrənin. Sonradan başqa kitablarda da əlavə məlumatlar oxusaz, onları da yadınızda saxlayın ki, bunlar lazım olur. Hər bir komponenti öz mənasını saxlayan mürəkkəb isimlərə baxırıq. Mürəkkəb isimlər apple tree, yəni hər bir komponenti öz mənasını saxlayır. Alma ağacı, school girl, bunlar defislə yazılır da, məktəbli qız. Hər komponenti öz mənasını itirən mürəkkəb isimlərə baxırıq. Bluebird, inci çiçəyi, overall, kombinzon, merry-go-round, karusel, merry-go-round, forget me not, yaddaş çiçəyi, touch and go, bu sözləri də öyrənsəz daha yaxşı olar. Touch me not, dəymə düşər, gülü. Yəni ki, hər bir komponenti öz mənasını itirir və tamamilə fərqli bir söz əmələ gəlir. Forget me not nədir? Yaddaş çiçəyi. Ağlınıza gələrdi ki, unut məni not. Unut məni yox. Yaddaş çiçəyi. Touch and go, çətin iş. Touch me not, dəymə düşər gülü. Hold on, gizlə. Pick me up, enerji verən işçi. Çox maraqlıdır. Pick me up. Komponentlərdən biri öz mənasını saxlayan mürəkkəb isimlərə baxaq. Editor-in-chief, mother-in-law, look-on, editor-in-chief. Yəni iki komponentlərdən biri öz mənasını saxlayır da. Redaktor edən, qaynana, baxıcı və s. Və semantik xüsusiyyətinə görə isimlər aşağıdakı qruplara bölünür. Semantik xüsusiyyətlər nədir? Məsələn, zinaldır. Zinal, common və proper, ümumi və xüsusi isimlərə bölünür.
Bunlar da konkret və mücərrəd olur və konkret isimlər bölünür sinif və materiallara. Common ümumi isimlər həm də kollektiv isimlər daxildir. Pronoun isə yalnız şəxslər, personal şəxs daxildir. Yadınızda qaldı. Deməli konkret, abstrakt və konkret, mücərrəd və kollektiv isimlər ümumi isimlərdir də. Ümumi və xüsusi isimlərə baxırıq. Xüsusi isimlər cəmlənir. Müəyyənlik və qeyri-müəyyənlik miqdar sayı ilə ifadə olunmur. Xüsusi isimlər en qeyri-müəyyənlik artikl ilə xüsusi isim kimi işləmir. Ancaq ümumi isimə çevrildikdə o en artiklı götürülə bilər. Yalnız xüsusi isim olan familiya bütöv bir ailəni bildirirsə, bu, məsələn, Z müəyyənlik artiklı ilə işlədilə bilər. Belə ki, bu zaman ismin sonuna S şəkilçisi, ismin önünə isə Z artiklı gətirilsə, Browns. Əgər rəssamın, yazıcının, ixtiraçının, dizaynerin və firmanın adı bəzi işləri ifadə etmək üçün istifadə olunursa, o adın xarakterik keyfiyyəti ifadə edirsə, en artiklı işlənən və cəmlənə bilər. Loğman will help you a lot with your English. Loğman ingilis dili, sənin ingilis dilinə çox kömək edəcəkdir. I have a Sony, my brother has a Panasonic. Mən Sonyayam, mənim qardaşımın Panasonic-i vardır. Bunları da öyrənərsiniz. Yəni cümlələr daxilində işlədilibdir bunlar. Ümumi isimlər də öz növbəsində xüsusi isim ola bilər. City, Parliament, Congress və s. Ümumi isimlər xüsusi isim kimi necə işlədilir? Bunlar əsasən məsələn hansısa bir yerə verilən, restoranlara, otellərə və kafelərə verilən isimlərdir. Konkret isimlər öz növbəsində iki qrupa bölünür. Konkret, tangible, intangible, mücərrəd isimlər, abstrakt, konkret isimlər oldu countable nouns, mücərrəd isimlər oldu abstract nouns və bunlar da ingiliscə deyilir tangible. Nə oldu? Konkret isimlər, intangible, mücərrəd isimlər, gözlə görünən, toxunan və dadı bilinən isimlər ümumi isimlərdir. Yəni bunları biz görə bilirik, toxuna bilirik. Mücərrəd isimlər isə love, advice, hate, bunlar intangible'dır. Yəni ki, biz onları görə bilmirik də. Mücərrəd isimlər sayılan, sayılmayan olaraq iki qrupa bölünür. Gəlin bunları izah edim sizə. Mücərrəd isimlər deməli, sayılan və sayılmayan olmaqla iki qrupa bölünür. Sayılmayan mücərrəd isimlər heç vaxt cəmlənmir. Müəyyənlik miqdar sayı ilə ifadə olunmur. En qeyri-müəyyənlik artikllər işlədilmir. Lakin ismin qarşısına hər hansı bir təsvir edici təyin sifət gələrsə və ismin birbaşa növündən danışılarsa, bu zaman ismin önünə en qeyri-müəyyənlik artiklı işlədilir. Bax, bu sayılmayan isimləri mütləq öyrənin ki, bunlar qəbula düşür ki, hansı sayılmayan isimlərin önündə en artiklı işlədilir. Accommodation, competition bunların yanında əsasən təyin edici söz gələrsə işlədilir. Accommodation, competition, grammar, jam, lace, property, room, site, speech, education, importance, knowledge, resistance, traffic, beauty, yours, life, since, silence. Deməli, a good chance, yaxşı şans deməkdir. A deep knowledge, dərin biliş. A great applause, böyük alqış. A short laugh, qısa gülüş. Mutual understanding, possible choice. We had a nice time, bizim yaxşı vaxt keçdi. A practical knowledge of British laws. A surprising understanding, a great help. A good knowledge of grammar.
Deməli, gözəl qız, a beauty, təəssürat, an impression, fikir, an idea, a view. Bunlar əsasən nələrdir? Sayılanlardır. Sayılan isimlər a joke, a statement, bildiriş, təsdiq etmə, an opinion, fikir, an offer, təklif, a proposal, təklif, suggestion, təklif, hardship, çətinlik, difficulty, a difficulty, çətinlik, feeling. Bunları özünüz oxuyasınız, əzbərləyəsiniz. İsim cümlədə vəzifəsi nədir? Subject, predicate və attributive olmaqdır. Mübtədə vəzifəsinə çıxış edə bilər. İsimlər mübtədə vəzifəsinə çıxış edərsə, the students learn Karen. Tələbələr Koreyca öyrənirlər. Mərkəb ismi xəbərin ad hissəsi kimi. Ayten və Günel are teachers. Ayten və Günel müəllimdirlər. Bunlar predikativdir də, yəni ki, xəbəri ifadə edir. Həm də tamamlıq, harada qalmışdıq? Əlimdəydi. Həm də tamamlıq vəzifəsində istər vasitəsiz, istərsə də vasitəli işlədilə bilər. Vasitəsiz tamamlıqlar və vasitəli tamamlıqlar nədir? Direct və indirect. Prepositional object. I read a book. Mən oxuyuram. Mən hər gün bir kitab oxuyuram. Mən oxuyuram nəyi? Bir kitabı. Və bu nədir? Directdir. Vasitəsiz tamamlıqdır. Nəyi sualına cavab olur? Nəyi? Yadınızda saxlayın. Direct nəyi? Vasitəli tamamlıq isə kimə, nəyə? Indirect. Indirectdir. I give the Joe this book. Mən bu kitabı qıza verdim. Görürsünüzmü? Burada indirectdir. Yəni, vasitəli tamamlıqdır. Prepositional object. Objectə baxırıq. Prepositional object. We shall talk to our students. Bu tələbələrlə söhbət edəcəyik. Biz bizim tələbələrimizlə söhbət edəcəyik. Burada our students görürsünüz. Bu nədir? Onun qarşısında to işlənib. To prepositionaldır. Söz önlüyü tamamlıqdır. Təyin vəzifəsindəki kimi çıxış edə bilər. Attributive. Təyin vəzifəsindəki kimi. Baxın, attributive nouns adlanır. These are cotton blouses. Bunlar pambıq koftalardır. Hansı koftalardır? Attributive, təyin vəzifəsində. Zərflik vəzifəsində çıxış edər. Adverbial, zərflik. We student in Korea. Biz Koreyada oxuduq. Digərlərinə baxırıq. İngilis dilində 3 cins kateqoriyası var. Kişi cinsi maskulin, feminin, qadın cinsi, neuter isə orta cinsdir. İngilis dilində qrammatikasında ismin cins kateqoriyasında çox problem yoxdur. Adətən insanlar he və she deməli, he və she əşyaları, heyvanları və bildirəndə işlədirlər. Baxaq görək. He və she əşyaları, heyvanları. Əgər dişi və erkək olduğu məlum deyilsə, körpə uşaqları. Əgər cinsiyyəti məlum deyilsə, it əvəzi ilə ifadə olunur. Baxın, burada orta cins nə deməkdir? Onu izah edir də. Adətən he və she əşyaları, heyvanları. Bu, müasir dövrlə bir qədər əlaqəlidir. Ona görə belə yazıblar. Körpə uşaqları, heyvanları, deməli, bu itlə əvəz olunur. Soyadların qarşısında Mr, Mrs, Mrs, Mr, Mrs, Miss müraciət formaları işlədilir. Mr, cənab. Cənab Mr. Smith. Cənab Smith. Xanım olanda Mrs. Miss nədir? Xanım. Subay, ərə getməmiş qız. Miss, subay, ərə getməmiş qız. Mrs. Xanım, ərə getmiş qadın. Deməli, Miss Smith, xanım Smith. Deməli, Miss nə oldu? Ərə getməmiş qız. Bəzi isimlər qadın cinsində işlənərkən S şəkilsi qəbul edir. Mənə gəlir ki, Miss sözünü bilməyən çox adam var
ki, onun mənası nədir bilmirlər. Ərə getməmiş qız deməkdir. Aktor, aktris ərə getməmiş qızın qarşısında işlədilir də, belə deyək. Siz başa düşərsiniz bizdə. Bəzi isimlər qadın cinsində işlənərkən S şəkilçisi qəbul edir. Aktor, aktris, aktyor, aktrisa, host, sahib, hostess, sahibə. Digərlərinə baxırıq. Male, female, qadın cinsində. Male kişi cinsində olanlardır. Məsələn, erkək kişi, male. Mən kişidir, gentleman bəydir, mister cənabdır, sir cənabdır. Bunlar kişiyə aiddir. Boy oğlandır, Englishman İngilis kişidir. Policeman kişi cinsində polisdir. Grandpa babadır. Gəl qarşılıqlarla oxuyaq da, belə yadda qalar, ən çox belə yadda qalar. Male erkək kişi, female qadın. Men kişi, woman qadın. Gentleman bəy, lady xanım. Mister cənab, mister miss xanım. Sir cənab, madam xanım. Boy oğlan, girl qız. Englishman kişi, English woman. İngilis xanımı. Policeman kişi, police woman, qadın polis. Grandpa baba, grandma nənə. Father ata, mother ana. Brother qardaş oldu, sister bacı. Uncle əmi dayı, aunt xala bibi. Üzr istəyirəm. Mən bunları oxumaqda sizi yormaq məqsədim deyil. Oxuyaraq öyrənməyinizi təmin etməkdir ki, yadınızda qalsın və onların tələffüzləri də həmçinin yadınızda qalsın və işlənmə yerləri də. Siz sadəcə qulaq asın ki, daha yaxşı öyrənə biləsiniz. Deməli, nephew bacı oğlu, niece bacı qızı. Father-in-law qaynata, mother-in-law qaynana. Widow, dul kişi, widow, dul qadın. Ayda bunlardakı eri görürsünüz. Bu biraz çaşdırıcı olar. Götürüb qadına verərsiniz birdən widow, dul kişi, widow, dul qadın. Bridegroom bəy, bride gəlin. Yəqin ki, bu sözlər də biraz sizə qəribə gələr və tanış olmayan söz olar. Bridegroom bəy, bride gəlin. Prince şahzadə oğlan, princess şahzadə qız. Actor aktyor, aktris aktrisa. Poet şair, poetess şairə. Waiter ofisiant oğlan, waitress ofisiant qız. Hero qəhrəman, heroin qəhrəman kişi. Yox qadın, hero kişidir, heroin qadındır. Host sahib, hostess sahibə. Lion aslan, lioness dişi aslan. Tiger pələng, tigress dişi pələng. Cock xoruz, hen toyuq. Bəzi isimlər həm kişi, həm də qadın cinsinə aid ola bilər. Bunları öyrənin. Həm kişi cinsinə, həm də qadın cinsinə aid ola bilər. Görürsünüz, relativ qohumdur, kişi də qohum olur, qadın da qohum olur. Doktor kişiyə də aiddir, sinqə müğənniyə aiddir, qadına da aiddir, kişiyə də aiddir. Və biz davam edirik. Və biz gəlirik nəyə? Konkret isimlər öz növbəsində iki qrupa bölünür. Countable, uncountable. Bread, butter, water, milk, salt, permission, happiness, technology. Uncountable nounların özlərinin də siyahısı var. Çalışın oradan oxuyasınız. Müxtəlif kitablarda görsəniz uncountable noun kitabların sonunda da yazılır. Bunları daha yaxşı öyrənmənizi təmin edəcək testlərdə seçə bilməniz üçün. Enfatik plurallar var da, tək forması yoxdur. Deməli, məhz nouna diqqət yetiririk ki, sayılmayan isimlərin həm də digər adları var da, non-count nounsdur, həm də məhz nounsdur. Deməli, enfatik plurallarda vurğuludur, tək forması yoxdur, sayılmayan forması var. Deməli, burada nə deyir? The waters of the Pacific. Pasifik okeanın suları. The nose of Kilimanjaro. Kilimanjaro'nun snows nədir? Qarda Kilimanjaro. The region produce an excellent wine and light oil. Most fishing powder.
Bunlar bilsiz nədir? İnfinitivdir də, vurğulayır da bunlar. Sözü vurğulayır. Deyir ki, wine sözünü görürsünüz. Onun qarşısında an excellent wine nədir? Əla şərabdır. Əla şərab nədir? Şərabı vurğulayır da. Light oil, məsələn, yüngül yağlı da. Nossi produce light oil. Demək, Şimal dənizi istehsal edir. Light oil, bilirsiniz necə Şimal dənizində oil industry müəssisələri var ki, bu yüksək qiymətləndirilib, yağlı müəssisələrdir də, bu çirk mənasında gedir də, çirkləndirir havanı. Most fishing forwarders are not very kind to your hands. Digərlərinə baxırıq. Zəhmətinin bəhrəsi bu idiomlardır. Fruits of his heybə. Bütün hava şəraitlərində always görürsünüz. 2 teas and 1 coffee. Dry fruits, quru meyvələr uzun müddət qalır. 2 teas and 1 coffee-yə baxırıq. 2 cups of tea and 1 cup of coffee deməkdir. 2 teas, 2 çay deyə bilərik. Xeyr, onlar niyə cəmlənir? Ona görə cəmlənir ki, bu nəzərdə tutur. 2 cups of coffee-ni nəzərdə tutur. Digərlərinə baxırıq. Sayılmayan isimlər, sayılan isimlərin fərqləndirən xüsusiyyətləri vardır. Sayılmayan isimlər artikelləri qəbul etmir. An advice, any use, any furniture, bu məlumdur. Sayılmayan isimlər cəm halında işlənmir. Bu da məlumdur. Bəzilərinə çox asandır, primitiv şeylərdir. İngilis dilini daha az bilənlər üçün. Sayılmayan isimlər say qəbul etmir. Sayılmayan isimlər qarşısında a little, very little, only a little, much, some, any, no. Sayılmayan isimlər any, no-ya baxırıq. Plenty of, a lot of, lots of, cəmiyyət bildirən sözlər işlənə bilir. Sayılan isimlərin qarşısında an, a few, very few, only a few, several, many, some, any, no, any, no-ya deyinə diqqət yetiririk. Plenty of, a lot of kimi isimlər işlədilir. Digərlərinə baxaq. Sayıla bilməyən isimlər an artikellər. Qrup. Sayıla bilməyən isimlər qrup halında. Belə əzbərləyək ki, qrup halında olanlar sayıla bilməyən isimlərdir. Money, furniture, fruit, jewelry, weaponry. Solid qatı maddələr. Qatı maddə nədir? Pendir qatı maddədən yaranıb da. Ətdir, iron, dəmirdir, silver, gümüşdür. Liquid mayelər, water, milk, blood. Qeysiz qazlar, abstract nouns, mücərrəd isimlər, gerundlar, idman adları, statifis, elm sahələri, dillər, nature and weather, təbiət və hava, season names, fəsillərin adları, food names, yemək adları, kollektiv nounslar, deməli kollektiv isimlər də government, ölkə, family, ailə, state, dövlət, team, heyət, komanda, audience, tamaşaçı, company, şirkət, firma, crowd, izdiham. Mücərrəd isimlərdən fərqli olaraq konkret isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Mücərrəd isimlərdən fərqli olaraq kollektiv isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Əgər onu ümumiyyətlə danışılarsa, o bir kollektiv kimi göstərilərsə, family sözü təkdə, ondan sonra gələn söz isə deməli, mənim ailəm böyükdür. Bu nədir? Ümumiyyətlə danışır da mənim ailəm. Əgər hər bir nəfərdən danışılarsa, biz cəmdə veririk. Həmin ailənin hər bir üzvü ayrı-ayrılıqda götürərsə, family sözü təkdə işlənməsinə baxmayaraq çətinlik, deməli, cəmlik bildirir və ondan sonra feillərə baxırıq ki, bunlar cəmdə işlənir.
Group of people, crew, team, cast, bir qrup insanı bildirən fe'llər vardır. Crew, team, cast, family, company, no, commit, ministry, government, staff, names of multitude. Toplu isimlərə baxırıq. Deməli, biz hansı isimlərə baxdıq? Kollektiv isimlərə baxdıq. İndi toplu isimlərə baxırıq. Toplu isimlərdə nə deyir? Police, people, clock, cattle, poetry. Person sözünün cəmi olan people sözü. Adamlar, cəmaət, insanlar məclisində cəmlik bildirir və xəbəri cəmdə işlədilir. The people are waiting outside. The Germans are not such industrious people. Xalq qəbilə mənasında təklik bildirir və cəmlənərək iştirakçısı qəbul edir. People, a group of people. Demək, xalq mənasında cəmlənir də. Peoples of the world, dünya xalqları. There are many different peoples on earth. Həmişə cəmdə olan toplu isimlərə də diqqət edirik. Arms, clothes, rich, goods, customs, earnings, savings, logics, odds and outskirts və s. Class noun. İsmin bütün xüsusiyyətlərini qəbul edərək isimləşən sifətlər. Yəni, həm təkdə, həm cəm, həm artikeldə işlədilə bilər. İsmin bütün xüsusiyyətlərini qəbul edib isimləşən, bu əslində sifətdir də, relativ, nativ, savage, bütün xüsusiyyətlərini qəbul edir. Kollektiv isimlərə baxırıq. Kollektiv isimləri öyrənirik. The verb in the singular əsas yerlərinə baxaq. Okay. Advice, knowledge, information, toast. The verb in the plural. Cəmdə işlənənlər və təkdə işlənən kollektiv isimlər. Fe'li təkdə olur da bunlar. Digərlərinə baxaq. Sonra millət adları cəmlənərkən Z tək olarkən EN qəbul edir. Portuguese, ten Portuguese. Bunları da əzbərləmək lazımdır. Baxın, diqqətlə bir yerə qeyd edin, yazın, əzbərləyin. İsimlərin cəm forması. Gələndəsə burada danışarıq. Ümid edirəm, biraz yorulubsuz və bunları siz əzbərləyin. Gələn dərsdə isə dərsin davamını izah edəcəm. Kanalıma abunə olub, like düyməsini basmağı unutmayın ki, gələn dərsdə xəbərdar olasınız ki, ismin digər hissələri ilə. Oldu, çox sağ olun.